8 il aradan sonra Çempionlar Liqasının əsas mərhələsinə çıxış edən Qarabağ Futbol Klubu dünən gecə tarixi bir uğura imza ataraq Portuqaliya Liqasını ikinci yerdə tamamlayan Benfica klubunu səfər maçında məğlub edib. Bu qələbə təkcə Qarabağ üçün deyil, bütün Azərbaycan futbolu üçün çox böyük bir nəticədir. Bakı vaxtı ilə saat 11-də baş tutan maçda 2-0 hesabı ilə geriləyən Qarabağ tarixi bir geri dönüşlə ard-arda 3 gol vuraraq qələbə qazanıb. Bu büyük zəfəri xalqımıza gətirdiyimiz üçün çox özümü, bizim Qarabağ klubu özümüzü böyük fəxr və qürur hissi var. Bu böyük zəfəri, bu tarixi zəfəri əvvəl Qarabağın Fatihi, Ali Başkomandanımız Cənab İlham Əliyevə həsr olunur. Və mən Azərbaycan cavanlığına gənclərə bir mesajım var ki, özünüzə inanın. Azərbaycan olmaq dünyanın ən gözəl hədiyyəsi də həyatımıza bəxş etdi. Bizim bax, bu oyunu unutmamız, əlbəttə ki, Qarabağın sistemi var, əlbəttə ki, Qarabağın illərlə yığışan təcrübəsi var. Amma bizim kültürümüzdə, bizim daxilimizdə olan mənəvi dəyərlərimizdən ötürü Qarabağın klub işindəki birlik və bərabərliyin verdiyi bir nəticədir bu. Baxın, qarşımızda axırıncı 9 oyunda hiç uduzmayan bir klub var. Bütçesi bizden xeyli üstün, belki 15 defa 400 milyon dolarlara çatan bir klub var. Möhtəşəm bir klubdur Benfica. Rəhbəri, özü prezidenti, alicənab bir şəxsiyyət, özü də futbol legendi olan Ruhi Bey. Yani artıq Qarabağ, Azərbaycan futbolunun möhkəmliyinin, parlaqlığını və gücünü Avrupa'ya ve dünyaya gösterdi. Bu elbette büyük bir fərqdir ve içimizde çok büyük bir gurur hissi var. Mən dəfələrlə bildirmişəm ki, belə qalibiyyətlər ölkəmizdə futbolu sevdirmək üçün böyük bir təkan verir və futbolçularıma təşəkkür edirəm ki, belə bir mübariz oyun göstərdilər. Ən əsası düzdür, oyunun ilk dəqiqələrində biraz hər hansı bəlkə də biraz stres oldu, amma get-gedə oyunu ələ ala bildilər və klub tarixində, ümumiyyətlə Azərbaycan futbol tarixində ilk Çempionlar Liqasında ilk qalibiyyətimiz idi qrupda və belə futbolçulara əlavə inam gəldi əlbəttə ki, həm klub olaraq bəlkə biraz da böyüdük və şükürlər olsun Allaha belə bir oyunla, belə bir qalibiyyətlə 2-0 məğlubiyyətdən sonra belə bir dönüş etdik. Futbol elə bir oyundur ki, ümumiyyətlə futbol terminləri, futbolda hər hansı bir fikirlər demək olar ki, eynidir. Eyni motivasiya ilə yenə davam etməliydik və bunu mən futbolçularıma çatdırdım. Hansı ki, hazırlaşdığımızdan geri dönməmək, istədiyimizdən geri dönməmək və bəzən rəqib bizə mane olur onları meydanda etməyə, amma dünən demək olar ki, yəni ümumən futbolçularda inam oyunun gedişatında daha da çoxaldı. Bu çox vacib idi. Və əlbəttə ki, belə oyunlarda tələb etmişdim ki, sadə itkilər çox az olmalıydı. Amma yenə də oldu, əfsuslar olsun. Və belə, necə deyim, futbol dili birdir. Dəfələrlə etdiyimiz, dediyimizi daima təkrarlayırdıq. İnanın ki, bəlkə onu biz özümüz hiss edirdik meydanda. Bizə qarşı rəqiblər nə cür hazırlaşırdılar, çox ciddi alırdılar bizi. Və tamamilə doğru, bu oyundan sonra ümumiyyətcə baxmayaraq daha böyük klublar bizi çox ciddi alacaqlar və bizim üçün çox böyük problemlər yaratmağa çalışacaqlar. Futbol indi elə bir həddə çatıb ki, yəni istənilən oyunda geri dönüş etmək olar, istənilən oyunda uğurlu nəticə əldə etmək olar və sadəcə məsuliyyətli, diqqətli, yəni inamlı meydanda olmaq və belə inanıram ki, bu qalibiyyət qarşıdakı oyunlarda da əlavə güvən, əlavə inam verəcək və xeyirlisi çalışırıq ki, qarşıdakı oyunlarda da maksimum xal üçün meydana çıxaq. For Qarabağ is no surprise, maybe surprise for other people, another team, but bu oyun Qarabağ üçün deyil, qarşı tərəf üçün sürpriz ola bilər. Oyunçular Lissabona niyə getdiyini yaxşı bilirdilər. Komanda çox əziyyət çəkmişdi. Çempionlar Liqasına gəlincə hər kəs bilir ki, bu yarışmada bütün komandalar güclüdür. Hər oyun çətindir. Burada əsas məsələ addım-addım irəliləməkdir. But about the Champions League, people know this is all team in this competition is big team. All game is a strong game.
and the people need go step by step. Sekiz ildən sonra bu cür turnirdə, ilk oyunda bu nəticəni qazanmaq doğrudan da rəqib komandalara artıq həyəcan siqnalı verdi ki, Qarabağı türklər demişkən hafifə almaq olmaz. Sosial mediada belə hətta 5-6-0 məğlub olacağını da deyirdilər. Şükür Allaha ki, indi həmən insanların başı aşağıdır.